Salam dəyərli Azərbaycan xalqı, mən sizin hamınızı salamlayıram, xahiş edirəm bunu paylaşım eləyin. Birinci qrup Qarabağ əliyəm, 32 ildir kirayə yaşayıram, Cəmşid Naxçıvanski 6 mənzil 60-da kirayə yaşayıram. Bütün rəhbərlərə, bütün nazirlərə, icra başçılarına teleqrama məktublar ünvanlamışam. Prezidentin verdiyi fərman sayılmır, Azərbaycanda prezidenti sayan yoxdur, verdiyi fərmanlar sayılmır. 2019-cu ildə də Heydər Əliyevin may ayının 10-da qəbrinə məktubla qoydum. Heydər Əliyevin adına şikayət məktubu vardı. Dedilər biz Heydər Əliyev tanımırıq. İlham Əliyevin də verdiyi fərman bizim üçün sayılmır. Bütün nazirlərin qəbulunda olmuşam. Hamısına bir-bir şikayətlərimi eləmişəm. Heç kim də baxmır. Xahiş edirəm bunu paylaşma eləyin. Prezident görsün, prezident ailəsi görsün ki, prezidentin verdiyi fərmanı nazirlər, icra başçıları, deputatlar, millət vəkilləri heç kim saymır. Xahiş edirəm bunu paylaşım eləyin. Gözəl xalqım, mən bu xalq üçün, bu millət üçün, bu torpaq üçün, bu bayraq üçün bu gözümü itirmişəm. Haliyədə 32 ildir kirayə yaşayıram. Xahiş edirəm bunu paylaşım eləyin. Hamınızı öpürəm, bağrıma basıram, minnətdaram sizə. Xahiş edirəm paylaşım eləyin.